Bugün sizi özümlə Coşqun Rafaelin konsertinə aparıram. Mütləq sona qədər izləyin. Çox əylənəcəyinizdən əminəm. Videolarımı bəyənməyi, kanalıma abunə olmağı da unutmayın. Konsert Kimyaçılar Sarayındaydı. Sumqayıt şəhərində yerləşirdi. Biz biletləri çoxdan almışdıq, münasib qiymətə almışdıq və çox əylənəcəyimizdən əmin idik. Ümumiyyətlə çalışırıq ki, bu illəri konsertlərə çox gedək. Çünki fərqli aktivitetlər insanları daha çox xoşbəxt edir məncə. İnsanın həyatına yeni rəng qatır. Mən deyərdim ki, mütləq siz də sınayın. Qiymətinin azlığına, çoxluğuna çox da fikir verməyin. Mümkün qədər çalışın ki, fərqli, maraqlı həyat tərzi keçirdəsiniz. Artıq 33 yaşım var və mən yeni başlamışam bunları kəşf eləməyə. Çünki həqiqətən də insan həyatında özü üçün ayırdığı zaman qalır, digəri isə boşa gedir. Sondan alqışlar biraz o belə. Yox, gəlin birdən hələ bizim ifaçılarımız hazırlaşırlar, daha doğrusu aktyorlarımız. Gəlin bir dənə balaca bir test edəyik, balaca bir məşq edəyik. Xoş gördük sizi Sumqayıt. Yaxşıdır. İnşallah düşünürəm ki, ilerleyen dəqiqələrdə bundan da güzel olacaq. Bilirsiniz də, o alqış əldə olan enerjidir. Bax, belə əl çalırsınız, əldə olan enerji daha da güclənir və gəlir bax səhnəyə. Səhnədə də iki qat şəkildə emal olunur. Gəlir sizə bütün gözəlliklər. Onu deyirəm də, ondan danışıram da. Əl-əxsus da keşkədi su bastı. Cəmaatı oradan notkalarla çıxardırdılar. Valla, müsibət. Sən demə, mənim ərimin xalası da orada yaşayırmış. Ailəsi ilə. Tanımıram, git gəlişimiz yoxdur. Ne üçün dedim? İndi tökülüşüb gələcəklər də bizə. Başqa gidəsi yerləri var. Ne bilim ağaz. Atın kızı köpeği sürüsün ne kadar. Siz de şu durumsuz. Gidin halada bir şey var. Tavada toyuk kızartması var. Kartofla kızartmışam. Onlar gelene kimi yiyin. O kanadından kuyruğundan da onlar için saklayın ki sonra benden yeme istemesinler. Oldu. Az otur sen. Otur hiç değileme. Ben de gideyim. Getirdin ağız. Doyunca yiyin. Sonra onların yanında ben sizce süfre açan değilim. Gidirəm mən xaladın iki bağlamağa. Düyün, tərpən, gir. Gedirəm xaladın iki bağlayır. Balık tutmadan gelirik. Filovumuz qarlı olsun. Bunlar kimdir? Bunlar mənim xalam qızlarıdır da. Bunların da evini su basıb. Hətta hara gedirsiniz? Bax, səmimi olub mənim üçün. Yeri, özünü çox yaxın hiss edir. Xalam qızları. Xalam qızlarıdır. Bakıda tələbədirlər. Onların da evini su basıb. Gəliblər bir gecəlik bizdə qalsınlar. Səhər sübh tezdən çıxıb gedəcəklər. Bir gece? Bir gecədə. Bizimki bir geceyle qutaran Ne için? Fövqalarda gəlib, təmizlik, sabunlar, lotkalarla zaten. Amma bizdə 3-4 gün çəkər. Xalam qızları. Siz de hoş gelmişsiniz, biz de hoş gelmişiz. Konağı sevmez, emniyesi her ikisi. Ne terli düzdü diye. Neyi düzdü daha? Neyi düzdü? Geceler düğünüze gitmiş, etkalı uzaklarda. Yeni güzel müzikli, kafası burnundan gitmez sanki bir yere. Açarsam dediğimde sen atsam dizgine. Hayatım sen burada ne ediyorsun? Çok özür isterim buradan. Çöpürün gedəsi sən neyle pul kazanmışsan? Çaxraquda nədir? Cəmaat bakıyorsun. Buraya nerede? Sen 12 yıl unusturutu kurtarmışsan ki, unusturutu kurtarmışsan ki, gelip cemaata deyəsən ki, nəfəs alın, nəfəsi bırakın. Sen. Cemaat bilmir ne vaxt nəfəs almaq lazımdır, ne vaxt onu bırakmaq lazımdır. Ama nəfəs alan ne vaxtsa bırakacaq da, İçinde sahrın patlamayacak ki. Hayata. Bunu oyunda cemaatın başına. Hayata sakit ol. Sakin ol. Bu hipnoterapiyadır. Bu belə olur. Seans belə kesilir. Ya şimdi görüm neye gelmişsin? Söyleme. Terapiyadır. Ben neyle bilirəm bunun gördüğü iş həkimlikdir, iğne dəvə dərmanlandı. Bunun levisi var, xeyri var. Burada ne seyir cemaatı dolursan, üstü açılsan ben de əlləyə. Hayata. Valla dolamıram. Bu hipnoterapiyadır. Ben Yanında. Sen eve arvad getirmek istiyorsan. Yok. Kişi gətirmək istəyirəm. Söyleme. Kadın.
Kadın. Bir kadın var, haddasa 40-45, 50-55, 60-65, 70 radelerinde yaşı var. Adı da Gülandan'dır. Endamın yansın Gülandan. Gör 75 yaşında kişini nece yoldan çıkardın? Aklı çıkır. Hayata hiç utanırsan sen. Neden utanırım? Yaşından başından. Söyleme, niye utanıram ben? Niye yaşından, belki deyərsən ki, qohum məqrəbədən utanırsan? Hələ dostum onları Məni qohum məqrəbə hərliyirmi, hə? Ay, hiç qohum məqrəbə bilmirim mən, harada yiyirəm, harada partlayıram. Canım için. Ata. Her öz külün dökür başdan, ha? Ata sənə qurban olum. Ərə gedəsi, evlənəsi nəvələrin var. Ayıbdır. Var torların da ödəyəcək, nə ayıfdır? Onları bitər başa salarıq. Bu balancalar var, ha? Onlara deyərik ki, sizə şiki nənə gətir. Ha, onsuz da onlar o babqay qanı görməyiblər, ha, o corbacor. Deyirik ki, nənə belə olur. Ha, Sən biz əvvəl. eləyərik. Bəlkəm deyək ki, nənəniz kosmonavt idi. Uçmuşdu, indiqa idi. Sən canım, kalıba demişsin. Ayıp diye, ayıp ata. Babes be, ayıftır. Yaşından başından ayıp. Söyleme. Yok. O gelsin, sen onu yokla. Gör hele halal, katkısız süt emmiştise onu al. Ne yoxlayma ki? 40 ilin jügulisini alırsan, getirmişsən ki, baktırıq əzima. Əsas onu ayaqlı yerdən götürsün. Ben yaşımdan ben sözüm kabağına söz koyma. Diyelim yokla. Bir balaca, dıngılıca, yığınca, toy fason bir şey yiyecek ya. Neye? Toy eləyə? Yox əşi. Vay. Bəlkə elçi gedək. Atası anası da özünü naza qoysun. Yo, bizim qız hələ institopin. Verə bilmədik. Ayıp diye ata. Yox. Bunun hərisini... Rəqs hərəkət, balet. Yox. Oxuyanda şey olur, opera olur. Rəqs eləmək. Oğlum sen. Xanım, mənə oğlum demeyin. Xahiş edirəm. Sadəcə adımı deyin. İsmail. Sizi görəndə bir film var. O yadıma düşür. Ülkeyena. Xeyr. King Kong hələ də sağdır. Godzilla. Hulk. Ama ben senin atan gören Titanic yadıma düşür. Ben Rose, o da Jack. Başım batmasın. 75 yaşında Can Polat'ı nətər eləyib Jack. Yəqin sonra elə kinodakı kimi buyurun. Oturun. Atamı yəqin elə dənizdə boğub öldürmək istəyirsiniz. Yo, Allah eləməsin. Ben demeli, benim adım Gülanda, benim 55 yaşım var. Və mənim 75 yaşında atama gəlib ailə qurmaq istəyirsiniz. Bəli, utandırmayın beni. Gelmişəm sizle hem tanış olun, hem de halallıq alın. Neyin alalım? Atamızın. O atam o da sen götür çık et ha. Ama bizde alınan mallar geri kaytarılmır ha. Çok zarafatçısınız, çok zarafatçısınız. Yaşı, hanım Bəli. bilmək olar atamla necə, harda, Hasan tanış olmuşsunuz? Bu uzun söhbətdir. Danışım, maraqlıdır sizə. Buyurun. Deməli, o var, mənim kombim xarab olmuşdu evdə. Mənim yox, evdə. Kombi xarab olmuşdu. Atom da geldi, çağırdım onu, geldi, onun asansörünü yudu. Diyen görün, benim atam Bir de yudum parpar elədi. Benim atam kombi ustası değil, elektrikli. Ah! 8 maşın yağın içinde hamısı qarajladı. Bir de 3 kilo qızılgüllə. Bacı kardeşten neyiniz var? Heç kimim yoxdur. Təkəm. Bəs sizden sonra bu var dövlət kimə qalacaq? Oğlum İsmail'a. Ana! Anacan, ana! Can bala. Şmotka bazar mehd. Elə bir cemaat işte giyinmir. Canım için bu trend diyor, bu tema, bu onlarsa çıkarır. Biz mal veriyor.
Sənə and verirəm, ay, dinən düz demişsən. Görüm bu internet. Mən fikir vermişəm ki, axır vaxtlar nəsə bu mahnıydı da, eləmi? Bu mahnıdır, çox gözəldir. Kim nə istəyir oxuyur, kimin ağzından nə gəldi onu da deyir. Bu YouTube'u çıxardanı görüb canı salamat olsun. Orada herkes öz istedadını göstərir də. Kim necə bacarır? Xanım, bu istedad deyil, bu tərbiyəsizlikdir. Və son vaxtlar belə müğənnilər, belə mahnılar vedirəklə durur. Bilirsiniz, siz soruşursunuz Sizə ki, bir partiyanın sesini, ya onu əlçaksınız, ya mən əlçaksınız. siz de soruşursunuz ki, bu mahnı tutun, mahnı turşu kimi bir şeydir. Eləsi var ki, qıcıqırır qapağı atır. Mənə görə konsert maraqlı keçdi, çox əyləndik və evimizə qayıdırıq. Siz də rəydə yazın, görək necə alındı sizcə konsert. Sonra isə növbəti günün vloqdur bu. İş yoldaşımla nahar fasiləsinə gəlmişik, yeməyimizi yedik, sonra getdik pişiklərimizə yemək almağa. Burada paştetlər, müxtəlif növ yeməklər, qablar var. Bu yuvanın qiyməti 180 manat idi. Təbii ki, almadım. Sadəcə qiyməti çox baha olduğu üçün məni şoka saldı. Burada da yeməkləri yaxından çəkirəm. Əgər pişiyiniz varsa qiymətlərə baxa bilərsiniz. Bura Sumqayıt şəhərində yerləşən mərkəzi poçtun yaxınlığında olan pişik yeməkləri mağazasıdır. Mənim pişiyim 2 aylı olduğu üçün köpək pişiklər üçün olan yeməklərdən istifadə edirəm. Həftədə bir dəfə sulu yemək, həftənin ərzində isə ümumi quru yeməkdən verirəm. Mən Royalın balaca pişikləri üçün olan korunlarından, eyni zamanda Proplanın hinduşka olan korunlarından istifadə edirəm pişiyim üçün. Burada isə Toğrulu atası işə gətirib, çünki mənim vaxtım yox idi getməyə. Atası gətirdi ki, buradan birbaşa mənimlə evə getsin. Bura mənim iş yerimdir, Toğrul da mənim yerimdə əyləşibdir. Biraz forsdudur, nədənsə naz eləyir, dərs oxumaq istəmir. Düzdür, əslində heç birimiz uşaq vaxtı oxumaq istəmirdik, ancaq çalışıram ki, dərslərindən geri qalmasın. L, balaca ucu, A-nı böyük yazdıqca qalınamısın, balaca yazmalısın. Dosta ve biz gezecekmişiz de bütün bakması yoktu. Adamlar hamısı gelip Sonra Toğrulu hazırlığa qoymuşam, evə qayıdıram. Bəli, canlarım mənim. Günüm belə aktiv şəkildə davam edir. Görək nə vaxt qutaracaq inşallah. Balaca kişini götürdüm, gedirəm evə. Bunun üçün kartofla kotlet eləmişəm. Hə, Toğrul, mənə bax görüm dərsdə neynədin? Maraqlı keçdi dərsin. Niyə? Qəşəng keçir axı dərslərin sənin. Qızlar. Hava biraz sərindir. Mən də həyətə şunda palto ilə düşürəm. Ay bazı zaman palto yığışdırıb, mən də palto geyinirəm. Burada bizim vannamız. Bir də nə deyirlər buna? Ventilyator. Ventilyatorla vanna hələ də burada. Uzun müddət sonra gəlmişik, Novxandayıq, evimizdəyik, Şirin Şəkər evimizdə. Siz də istəsəniz rezerv edə bilərsiniz. Nömrəsini qoyacağım. Bu ev çox qəşəng evdir, səliqəlidir, təmizdir. Üstə gəldi ki, hovuzu istidir, həmişə isti hovuz insanların ən çox axtardığıdır məncə. Biraz istəyirəm sizin üçün evi gəzəm. Baxın, burada ovalnik, çaynik, qəfədan, soyuducu, sonra paltar yuyan, yəni uzun müddət qalmaq istəyən və istifadə etmək istəyənlər olur. Qab-qacaq da həmişə, yəni təmiz şəkildə düzülür bütün müştərilər üçün. İndi 4 nəfərlik müştərimiz gələcək, ona görə düzmüşük. Televizorumuz smartdır, istədiyiniz vaxt qoşa bilərsiniz Wi-Fi-ya. Həyət belə görünmür, yuxarı hissəsini görürsünüz də bağlıdır, çox rahatdır. O baxımdan da ürək rahatlığı ilə gələ bilərsiniz, dincələ bilərsiniz. Burada ədyal falan örtülübdür. Hamamı belə ümumi hamamdır da. İndi göstərim sizə ya yox, göstərim elə. Hamam da bu vəziyyətdədir. Qonaqlarımız 4 nəfər olduğu üçün görürsünüz, düzmüşük 4 nəfərlik dəstləri. Burada da yenə hamamı təmizləmişik, sərgiyə salmışıq. Sonra isə keçək. Burada digər otağımızdır, səliqəlidir. Yenə dediyim kimi hər şey qaydasındadır. İstəyirəm sizinlə birlikdə ikinci mərtəbəyə qalxaq. İkinci mərtəbəmizdir, çox səliqəlidir, ideal vəziyyətdədir. Hər dəfə çol plastina yenilənir, bura süpürülür, silinir, ideal vəziyyətə gətirilir. Və buradan da belə bir
qəşəng panorama görüntü var. İstəsəz burada oynaşıb kofe içə bilərsiniz, istəsəz də ki, aşağıda əyləşə bilərsiniz. Seçim tamamilə sizə buraxılıb. Gördüyünüz kimi mənzərə super. Lustur yadınıza gəlir ya yox bilmirəm, özümüz düzəltmişdik. Belə əl bacarıqlarımız da var bizim bəli qızlar. Və belə. İndi isə sizə başqa nə göstərim? Düşək aşağı. Günü falan keçirtmək istəsəz və yaxud da özünüz üçün elə belə əylənmək istəsəz ideal yerdir. Yəni hər şəraiti var. Ona görə də deyərdim ki, tələsin, mütləq gəlin. Qablarımız burada da var. Sonra gəlin burada da ki, qablarımızı da göstərim sizə. Burada da qablarımız var. Görürsünüz. Yəni çaynikdir, tavadır, sonra qazanlardır, çörək qabıdır. Sonra burada isə bıçaqlardır, duzdur. Ayran düzəltmək üçün belə bir qab var, banka var. Sonra burada taxta var ki, çörək falan doğrayanda istifadə edirlər. Mən bunu yuxarı qoyuram, bu cəmaət gəlir aşağı qoyur. Bunu istifadə eləmədikləri üçün, daha doğrusu istifadə edib bu hal saldıqları üçün yəqin aşağı qoyurlar və buranı da belə xarab edirlər. Hər dəfə gələnlər, yeni qonaqlarımız belə edir. Niyə bilmirəm, nə dərdləri var ondan. Sonra çaynik buradadır. Çayımız da var, belə çayımız da var. Yəni salfetka da var, yəni bu, belə deyim də, hər müştərinin öz zövqünə görədir, düzdür. Bax, çay yenə də var. Burada duzdur. Sonra istiot da olmalıdır. Bu da duzdur, xırda duzdur. Bu istiotdur. Sonra burada sumaq var. Belə qızlar, hər şərait var istirahət üçün. Burada da bu qabları falan yuyub atmaq üçün üstünə. Ümumi də ki, burada da yenə qablarımız var. Baxın, burada doldu qabla. Yəni, ürək rahatlığı ilə gəlib burada doğum gününüzü keçirdə bilərsiniz. Baxın, burada da var. Bu gül süynidir. Temudan zakaz eləmişdim. Yəni, çox qəşəng görsənir, amma o gül isə təbii güldür. Təbii gülün də yeri ayrıdır məncə. Özdə bu gülü mənə nənəm vermişdi. Ona görə mənim üçün lap belə qiymətli bir əşyadımı deyim, çiçəkdir. Bu da göz dəyməsində anam gətiribdi bura ki, evimizə göz dəyməsin. Və sonra nə göstərim? Wi-Fi-miz da daimi olaraq işləyir. Gördüyünüz kimi, nə vaxt istəsəniz full Wi-Fi ilə oturub, istirahət edib televizora baxa bilərsiniz. Belə qızlar.